Salam əziz izləyicilər. Bu üzüm kolunu birinci hissə kimi bir videosunu çəkmişəm bu kol üçün. Kalloid kükürt vurdum. Kalloid kükürt maye kimi kükürt demək olar. Paraşok şəklində olur. Kükürtdür də sarı, paraşok şəklində olur. Adətən 30 qramlıq paketlərdə və onu qatırsan 10 litr suyla və çiliyirsən. Yarpağın alt hissələrinə həmişəki kimi altdan yuxarı tutursan o püskürücüsünün ağzını, altdan yarpaqların altından yuxarıya doğru vurursan, bu bir. İkincisi, salxımları yaxşıca çimizdirirsən. Qəşəng çimizdirirsən. Çünki salxımda hər yeri arası dolsun, arası da var, o girələrin arasına da çatsın deyə. Və dərmanlamadan qabaq daramaq lazımdır hər dəfə. Mən birinci dəfə daramışdım. Bu dəfə də daradım. Bax, o artıq budaqları, xəstəlik tutmuş, sağalması mümkün olmayan, hətta salxımları, bu da göstərim. Bax, belə bir salxım məsələn, bu artıq sağalmayacaq. Amma o tağın üstündə gördükləriniz sizə görürsünüz, təmizdir, parıldayır. Onları xəstəlikdən qoruya bilərəm, hesab eləyirəm, yəni gümanım odur. Kalloid kükürt vurulmalıdır 2-3 dəfə. 2 dəfə ilə sağalmalıdır, əgər vaxtında tədbir görülübsə. Amma meyvəsinə keçibsə artıq 2 dəfə ilə sağalacaq deyil. Bəlkə də 4 dəfə vurmaq lazımdır. Bir həftə 10 gündən bir dərmanlamaq lazımdır. 3 dəfə. Əgər dərmanlamadan bir gün, 2 gün sonra yağış yağıb dərmanı yuyarsa, hesab eləyin ki, bu dərmanlama alınmadı. Təzədən bir də təkrar vurmaq lazımdır. Daramada xəsislik eləməyə ehtiyac yoxdur. Ziyanı var. Xəsislik eləsəz keyfiyyətsiz olacaq dərmanlama. Və digər tərəfdən budamanın özü, darama budama özü faydalıdır. Bunun yarpaqları ki, xarab olub, xəstədir və biz o xəstə yarpaqlarında çoxunu darayıb atmışıq. Onun yerinə yarpaq gəlməlidir. Bax, o yarpaq tez gəlsin deyə, tez inkişaf eləsin deyə tağın şirəsi çox olmalıdır, bol olmalıdır. Və biz də budaqları kəsib atmışıqsa, elə bol da olur, o təzə yarpaqlar, təzə pöhrələr sürətlə inkişaf eləyir və üzümün özünü, meyvəsini şəkərlə təmin eləyə bilir, şirinlik. Yarpaq hesabına yığılır axı. Günün işığından, fotosintez nəticəsində alınır. O prosesində o alınan şirinlik üzümə yarpaq vasitəsilə yığılır. Ona görə yarpağın da sayı az olanda üzümün keyfiyyəti yetərincə olmur. Bax, bu darama buna da faydalıdır. Bir də nə demək istəyirdim? Daimi izləyicilər, həm də xatırladım eşitməyənlər üçün, daimi izləyici olmağın üstünlüyü nədədir? Mən ki, bu işləri görürəm, bir-bir, mərhələ-mərhələ video çəkib qoyuram. Elə alınır ki, sanki siz özünüz o işi gördünüz. Və o iş adamın yadından çıxmır da. Bu dərmanı vurduq, belə oldu, sonra belə oldu. Daha yaxşı yadda qalması üçün mən hissə-hissə çəkirəm. Birinci hissəni çəkib qoymuşam, bu olacaq ikinci hissə. Və ikinci kalloid kükürdü mən vurdum. Necə vurmağı da dedim sizə. İndi
qalır nə? Durub gözləyim ki, bu nə effekt verəcək. Ola bilər ki, bir həftədən sonra təzədən bir də vuraram. Ola bilsin vurmaram, amma belə nastroyenliyəm ki, vurum, 3 dəfə vurum. Çünki bu koldan keçən il də bar götürə bilməmişəm. Bu il də görürəm ki, götürə bilmədim. Ola bilsin ki, bu xəstəliyin bu tağda kökünü kəsə bilsəm bu kolda. Ola bilsin ki, bundan üzüm oldu. Əks halda bunu kəsib atmalıyım. Üzümlər var da, sortlar var ki, xəstəliyə davamlı olur, sortlar var ki, davamsız olur. Bu ən davamsız koldur. Məndə cəmisi 2 dənə kol, bax bu küllücə xəstəliyinə tutulur. 7-8 dənə tənək deyirik də bizdə, tənək kolu var, üzüm kolu. Ondan ikisi bax bu xəstəlikdən əziyyət çəkir. Hətta biri bağın o başındadır, iç-içədir, qonşuluqda 2 dənə üzüm kolu var. O kollarla iç-içədir, bu girib onun içinə, o girib bunun içinə. Onun yandakılar yoluxmur. Onun birinə elə, onsuz da el arasında dərmansız üzüm deyirlər. Texniki üzüm sortudur, qara üzümdür. Doğrudan da heç bir xəstəlik vecinə deyil, heç bir xəstəlik tutmayıbdır. Hər dəfə də nə üzüm götürürəmsə ondan götürürəm. Digəri isə sortunu bilmirəm, nə sortdur. Biri deyir şanıdır, biri deyir nə bilim xalac üzümüdür, hər bir şey deyir. Biri deyir Ağadayıdır. Özüm baş açmıram onların sortundan və görənlər də hər bir söz deyir. O da bir sortdur, amma seyrək salxımı olur və xəstəlik tutmur. Bəlkə də elə salxımı seyrəkdir deyə tutmur, yarpaq tutur, onda mən seçə bilmirəm, məqamını görə bilmirəm. Amma meyvəsi tutmur deyə gözümə görünmür ki, üzüm xəstələndi. Salxımı çox seyrək olur onun. Belə indi mənim videolarımı bəyənsəz, sizə minnətdar olaram. Salam göndərsəz də çox sevinərəm. Ara bir salam göndərin. Sağ olun, gələn görüşənə dək.